Hər kəsə salam, kanalıma və yeni vloguma xoş gəlmisiniz. Burada çiyələyi hazırlayacaqdım, çiyələk cemini. Soyuducuda çiyələyim var idi, dedim elə cemini hazırlayayım. Daha sonra da çiyələkli cheesecake hazırlayacağım. Onun üzəri üçün istifadə edəcəm bunu. Bu günləri cemini hazırlayayım, qoyum soyuducuya. 1-2 günə də cheesecake'in özünü hazırlayanda istifadə edəcəm. Gəlin indi bir yerdə bu hazırlanma prosesini göstərim sizə. Burada 400 qram çiyələk var. İçərisinə 500 qram da götürə bilərsiniz. Məndə 400 qram qalmışdı. Ona görə də dedim elə xarab olmamış istifadə edeyim. Burada deməli bunun üzərinə bir xörək qaşığı nişasta əlavə edəcəm. Bir də 1 stakan şəkər tozu. Bunları bişirəcəm. Sonra da qoyacağım soyuducuya, qalacaq özü üçün. Mən 1-2 günə də cheesecake eləyəndə istifadə edəcəm. İndi gəlin bunların bişirmə prosesini də çəkim. Bu şirin qazanını Bakıdan hər hansısa bir cehizlik mağazasından almışdım. Amma Temuda da satışı mövcuddur. Kodunu yazdım sizlər üçün. Bu Temuda qiyməti 20 manat idi. Amma burada neçə aldığım yadımda deyil düzü. Ona görə də yanlış məlumat verməyim sizlərə. Məhsulun kodunu yazdım sizlər üçün. Almaq istəyən zaman mənim linkimdən keçid eləyib Temunu yükləyə bilərsiniz və endirim kodundan da istifadə etməyi unutmayın. Artıq pişdi və qatılaşdı. İndi isə götürəcəm ocağın üzərinə, qazın üzərinə götürəcəm. Soyandan sonra da qoyacağım soyuducuya. Biraz yəni otaq temperaturuna gələndən sonra. Suallar içində tənha qalmışam. Mən özümü aldadırmışam. Hazırlaşdıq, evdən çıxdıq. Yoldaşımın xalasının ad günü idi. Gəldik, onu da təbrik elədik. Və vloguma da səhəri gündən davam edirəm. Ev üçün gündəlik yeməklərimizi bişirirdim. Burada soğanı qovururam uşaqların soğuzu üçün. Soğanı qovurdum. Daha sonra fileni qaynatmışdım. Onu ditdim. Yayla şorbası bişirəcəm. Yayla şorbasının bişirilmə qaydasını daha öncə sizlərlə paylaşmışam. Qatığı bir qazana tökürəm. Üzərinə isə su və düyü əlavə eləyirəm. Qazın üzərində düyüsü tam yumşalana qədər bişirib, daha sonra qaynatdığımız filini də üzərinə töküb biraz bişiririk və bunlar da bişənə qədər, yəni filini tökəndən sonra çox saxlamırıq. Nəticədə yəni hamısı bişmiş olur artıq. Çox saxlamağın mənası yoxdur. Və qıraqda da kərə yağı, nanə və pul biberi qovurub, daha sonra şorbamızın üzərinə tökürük və artıq yeməyimiz də hazırdır. Öz zövqünüzə görə də duz əlavə eləməyi də unutmayın. Hazırlayın, sizlərə də nuş olsun. Deməli qızlar, burada uşaqlar üçün sos hazırlamışam. Buna baxın da, buna baxın. Gəlib şkafa açır, buradakı qabları qurtdalayır. Ayalı, mən bilmirəm, bunun əlinə nə edeyim. Raul, Raul, Raul. Olmaz. Bunun videosunu gördünüz qızlar. Əlinə telefonumu götürür, başlayır video çəkməyə. Mən də gəlirəm ki, telefonu əlindən alım. Götürür, qaçır telefonu. Əgər görməmişsinizsə, qoyaram bura, baxarsınız. O qədər gülmüşəm onun vəziyyətinə. Necə qaçır telefonu əlində. Ağzını da açıq qoyub qaçır. Elə onu göstərirdim ki, başım qarışdı. Burada uşaqların soğuğu bişir. Biraz qarışdırım, bunu yanmasın. Deməli, həmişə mən uşaqların soğuzunu yəni bişirəm. Aclı yeməsə də Raul mütləq soğuz yeyəcək. Burada isə yayla çorbası var, bayaq hazırladım. Onu da biraz soyusun, qoyacağım soyuducuya. Qızlar, dedim ki, bir dənə kofe içim. YouTube'da bir video var, onu izləmək istəyirəm. İzlədiyim bir Türk blogeri kosmetik vasitələrini paylaşmışdı. Məndən də istəmişdiniz ki, mən də paylaşım. Mənim o qədər də kosmetikam yoxdur. Yəni, o qədər də çox olmadığına görə elə bir video çəkmək düşünmürəm. Amma əgər istəyirsinizsə, çox olarsa, niyə də yox, çəkə bilərəm. Əgər istəsəz çəkməyimi yorumlarda yazın, mənə də fikir olsun. Gələn dəfə inşallah sizinlə də kosmetik vasitələrimi də bölüşərəm sizinlə. İndi isə kofemi için və videomu da izləyim.
Birazdan yenə sizlərlə söhbətləşərik. İşlərimə davam. Paltaryanı qoşdum. Bir kruk paltarlar yığılsın. Burada da qurutmam təzə bitmişdi. Qurutucudan da qətifələri falan yumuşdum. Onları çıxardım, yerlərinə yığım. Sizdə necədir qızlar? Bizdə ən azı gündə heç olmasa 2 dəfə paltaryan qoşulmalıdır, yoxsa çatdırma olur. Paltarlar o qədər yığılır ki, artıq səbətə yerləşmir. Arzuda da elə gündə 2-3 dəfə paltar dəyişir, çatdırmaq olmur. Ona görə çalışıram ki, heç olmasa ən azı gündə bir dəfə paltaryanı qoşuram, istər-istəməz. Yəni günorta bir dəfə qoşuram, axşam da yoldaşım gəlir, deyir ki, məsələn, ağları geyinəcəm, sabah təzədən yenə ağları yuyuram. Yəni ki, paltaryan dayanmır. İndi bunları da çıxardım, yerlərinə yığım. Əgər bura kimi izləmisinizsə, deməli videom xoşunuza gəlir. Abunə deyilsinizsə, abunə olmağı və videonu bəyənməyi unutmayın. Bu sizin üçün kiçik bir toxunuş olsa da, mənim üçün böyük bir motivasiyadır. Sizlər abunə olduqca məndə də daha da maraqlı vloqlar çəkməyə həvəs artır. Ona görə də dəstəyinizi əsirgəməyin. Şərhlərinizi də şərh bölməsində yazın, fikirlərinizi bölüşün mənimlə. Və qərara gəldim ki, biraz da termonun üzərini səliqəyə salım. Bəzən olur ki, fikrimdən çıxır, üzəri tez-tez tozlanır, istər-istəməz pəncərələr açıq olduğuna görə tez tozlanır hər bir yer. Və detaylı bir şəkildə hər bir şeyi səliqəyə saldım. Boş olan qabları doldurdum. Hər gün çalışıram ki, makyaj eləyim və hər axşam da mütləq şəkildə makyajımı təmizləyib sonra yatıram. Yəni heç vaxt makyajla yatmamışam. İndiyənə kimi çox nadir hallarda olub, mütləq şəkildə təmizləmişəm və çalışıram ki, özümdə heç vaxt makyajla yatmayım. Sizə də məsləhət görürəm ki, çalışın üzünüzü yuyun, hər hansısa bir misellar su ilə üzünüzü təmizləyin. Makyaj ilə yatan zaman həmin o makyaj qalıntıları məsamələrə dolur, sonra da qırışlar və bəzi səpkilər falan yaranır. Ona görə də tövsiyə edilmir. Siz də çalışın ki, dərinizə qulluq eləyin. Qızlar, burada oldu, tərtəmiz. Bu hissəyə fikir verməyin. Bura orqanayzerlər aldım. İnşallah gəlsinlər. Buranı birlikdə düzənləyərik. Bu hissəni də belə təmizlədim. Burada da daha çox telefon kablolarım, bir də eynəklərimiz var. Biraz da saç aksesuarları falan. Bu hissədə isə daha çox dırnaq ləvazimatlarım var. Və belə, burada da fırçalarım, misellar su, təmizləmə vasitələrim. Yəni, burada belə qarışıqdır. İndi işlərimi bitirdim. Biraz evin işlərini. İndi biraz makyaj eləyəcəm. Çalışıram hər gün. Sadə də olsa biraz makyaj eləyim. Yəni, baxımlı olmaq lazımdır qızlar. İndi biraz makyajımı eləyim. Rəkni eləyirik. Artıq bilənlər bilir ki, paketli qidaları saxlamağı sevmirəm. Amma hal-hazırda qablarda yer olmadığına görə bəzi makaronları falan elə qabında saxlayacağım. Burada da xlebçiləri qoydum. Bir paket orada var. Bunları çox bəyənərək istifadə edirəm. Çox dadlıdır. Üzərinə şor, pendir, nə istəsəz, yəni çəkib rahat yemək olur. Bir ədədində 14 kalori var. Paketin üzərində də yazılıb. Və gəldim qaynatamgilə. Evin şortusunu artıq paylaşmışam, şorts formasında və mebelləri gəldi, yeni mebelləri. İstədim onu da çəkim sizlərlə bölüşüm. Belə bir bu rəngdə mebel aldılar. Künc divanı və stol. Jurnalilər elə köhnə evdən var idi. Onun tərzinə uyğun qəhvəyi tonlarında da stol aldılar. Bir-biri ilə uyumlu oldu hər biri. Can sağlığı ilə istifadə eləsinlər inşallah.
Burada qazı da sildim. Düzdür, çirklənməmişdi, amma yəni toz var idi. Qara bilirsiniz ki, çox toz saxlayır. Ona görə də biraz tozlu gəldi gözümə və sildim buranı da. Nə qədər desəm də qara rəng qaz almayan, yəni də qara rəng qaz alıb çox gözəl görsənir, amma ki, təmizliyi də çətindir. Və gələndə də sushi almışdılar. Dəyişilməz məkanımız olan Onlu Sushi Bakudan Instagram səhifələrdə var. Çox dadlı sushi hazırlayırlar. Həmişə elə biz buradan alırıq. Və neçə dəfələrlə göstərmişəm sizə. Dediyilə stolun da siftəsini eləyək. Sushi sifariş elədik. Əgər sifariş etmək istəsəz, evimiz vlogdan görmüşük desə, sizə 10%lik endirim eləyəcəklər. Bunu da burada qeyd etmiş olum. Artıq saat 1-in yarısıdır, səhv eləmirəmsə. Yeməğimizi yedik. Biraz həyəti səliqəyə saldılar. Balkonda belə oturmağa yer düzəltdilər. Çay süfrəsi hazırlayacağıq indi. Orada oturmağa. Neçə vaxt inanırsınız bunun xəyalını qururduq ki, balkonda hamımız oturaq. Konfetləri falan qoydum. Tortumuz da var. Bir sözlə qəşəng bir çay süfrəsi hazırlayıb oturacağıq həyətdə. Və artıq vlogumu sonlandırıram. İzlədiyiniz üçün təşəkkür edirəm. Abunə olmağı və videonu da bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.